Qədim şərq nağıllarının sehirli dünyasından qopub gələn uçan xalçalar, xəyali dünyanın obrazı olan bu xalçalar əslində doğrudan da uçmağa qadirdirlər. İnanmırsınız, naxış dili ilə danışan xalçalar əgər uça bilməsəydilər, bizi əsrlərin o tayına necə apara bilərdilər? Bugün rənglərin səsində xalçalardan danışırıq. Naxışlar kainatın kiçik modelidir deyənlər yanılmayıblar. Təbiət ünsürlərinin rəmzi elementlərinin ilmə-ilmə hörüldüyü xalçalar əsl möcüzədir. Bəlkə də insan əlinin yaradılış sirlərinə toxunduğu anın özüdür. Mən xalçayı yalnız dekorativ bir iş kimi və yaxud da bəzək əşyası kimi görmürəm. Bir məna olaraq insanlara ötürülən və irs olaraq irsi kod adlandırardım. Çünki bu kodlarda qadınlarımızın izləri var və bu izlərin də hər birinin semantik və yanlış olaraq mənaları vardır. Və bu semantikanın mənalarına baxanda həqiqətən də insan düşünür ki, bu mənaya necə gəlib çıxıb? Sosial yaşamında xanımlarımız nələr yaşayıb ki, biz bunu analiz edəndə artıq motivlərin mənasına gəlib çıxırıq. Və bir xanım necə bunu analiz edərək özlüyündə o mənaya gətirib çıxardı, yaşam həyatına gətirib çıxardı. Yəni bir element ki, gəlir çıxır kosmik mənaya və halbuki kosmik məna ilə bağlı bəlkə də o insanların anlayışı olmayıb. Çünki illər keçdikcə biz indi surət dövründəyik, bir sual yazırıq, onun mənasını tapa bilirik. Amma keçmişdə dildən dilə gəzən əfsanələr, hekayələr vasitəsilə günlük yaşama çeviriblər və bu hekayələr həmçinin də düşünsək ki, xalçalar eski zamanda tək insan oturub toxumurdu. Xanımlar toplu halda toxuyurdu və bu olurdu nə? Sosial bir mühit. Və o arada danışılan bütün mövzular xalça üzərində baş verirdi. Və mən inanıram ki, o eski əsrlərə aid olan xalçaların da özünə məxsus enerjisi var ki, o enerji, danışılan söhbətlərin enerjisi insana keçir. Necə ki, suyun yanında nə danışsaq, suda olan formullar dəyişirsə, enerji olaraq insana keçirsə, xalçada da mən o cürlə düşünürəm ki, o toxunan ilmələr, hər birində olan söhbət və mövzular enerji olaraq insana keçir. Qədim inanclar, təbiət haqqında ilkin təsəvvürlərin, mifoloji dünya görüşünün kodlaşmış ötürücüsüdür bizim xalçalar. Xalça ənənədir, xalça xalq sənətidir. Lakin bütün bunlarla yanaşı xalça böyük bir məlumatın, böyük bir deməli mistik, mifik dünya görüşünün özündə əks etdirən, özündə yaşadan bir məkandır. Xalçaya münasibət bütün tarixi dövrlərdə müxtəlif olub. Onun yaranma tarixi miladdan öncəyə aid edilir. Tarixin bütün mərhələlərində, bütün dövrlərində xalça inkişaf edib, o heç vaxt tənəzzülə uğramayıb və xalça sənətinə hər zaman münasibət ali olub, müqəddəs olub. Onu hər zaman müqəddəs bir deməli əşya kimi qəbul ediblər. Onun üzərində namaz qılınıb, onun üzərində körpələr ayaq açıblar, onun üzərində son mənzilə insanlar yola salınıblar. Hər bir evdə xalçanın olması vacib idi. Xalça həmçinin mal dövlət idi. Ona görə ki, xalçanın yaranması çox da asan iş deyil. O böyük bir deməli texniki proses tələb olunur buna. Böyük bir əziyyət, zəhmət tələb olunur. Xalça orqanikdir, başdan ayağa qədər orqanikdir. Yunundan tutmuş, boyağından tutmuş, toxuma prosesi, hər bir şey, o yəni insanlara yalnız şəfa verici bir əhəmiyyət həm də kəsb edir. Həyat, sevgi, qüvvə, qan, sevinç, səma, su, qüdrət, mənəvi aləm, saflıq, ruh, yeni başlanğıc, əzəmət, güc və kədərin rənglərlə ifadəsi naxış dilinin bizimlə ünsiyyətidir. Xalçanı oxumağı bacaran insan yalnız bu dili anlaya bilər. Xalça ornamentlərinə sadəcə bəzək deyib keçməyin. O, mürəkkəb bir sistemdir. Qədimlərdən gələn yaddaş sxemidir. Çox insanlarımız
fabrika xalçalarına üstünlük verir, nəinki əl işi xalçalarına. Əfsuslar olsun ki, çoxu əl işi xalçalar sıradan çıxardırlar, ya satışa verirlər, nənədən qalma xalçaları və s. Halbuki onun mahiyyətini anlayan insanlar özündə saxlayır o xalçaları ki, kənara çıxmasın deyə. Çünki sonradan əldə etmək çətin olur, çünki dəyəri artır xalçanın illər keçdikcə. Amma fiqur motiv olaraq baxsaq, əlbəttə ki, qadın izləri daha çox görürük. Az öncə qeyd etdiyim romb elementi Malıbəyli xalçamızda da görə bilərik. Malıbəyli xalçası da çox semantik və sirlər dolu xalça adlandırardım öz dünyamda. Çünki orada olan kosmik elementlər qadın doğurğanlığını artıran elementləri görə bilərik burada. Əjdaha elementini, su elementini, ümumiyyətlə xalça özü dörd künc olaraq baxsaq, keçmişdə zaten yer kürəsini kürə olaraq deyil, dörd küncü adlanan kvadrat adlandırırdılar. Xalçanı da o cürlə başlandı, belə deyək, ilmələr atılmağa. Necə? Su ilə başlayardı, torpaqla davam edərdi və həyat ağacı ilə bitərdi. Su ilə, çünki insanın ilk yaranış elementi su elementidir. Və xalçanın haşiyələrinə fikir versək, keçmiş xalçalarımıza çoxunda su elementi ilə başlayır kiçik haşiyələrimiz. Və o su elementi ilə artıq başlayardılar ilməni atmağa, bir növ insan yaranışının torpağa gəlməsinə qədər formula ilə keçidlər edərdilər. İlk xalça harda və nə vaxt yaranıb? Bu sualın dəqiq cavabı olmasa da, tarix 2500 yaşlı türk xalçası ilə sanki düyünləri açmağa çalışdı. Dünyanın ən qədim xalçası Altayda İskit Pazırıq kurqanından tapıldı və eramızdan əvvəl 5-ci əsrdə işlənən maral motivi ilə bəşəriyyəti heyran etdi. Bazlıq xalçasının ölçüsü 2 metrənin 1,83-ədir. Onun üzərində ilmə sıxlığı 1 kvadrat desimetrdə 125.000 ilmə, lakin xalçanın bütün sahəsi boyu isə 1.125.000 ilmə vardır. Xalçanın üzərində 5 haşiyə zolağı var. Bu haşiyə zolaqların birincisi qrifonlardan ibarətdir. Bilirsiniz ki, onlar quş başı ilə, yırtıcı şir bədəni ilə olan canlılardır. Xalçanın hər hissəsində 7 süvari toxunmuşdur. Daha sonraki cərgədə gedir sığırlar, bunlar marallardır, boynuzlu böyük marallar. Sonuncu yenə də cərgədə, yenə də qrifonlar gedir. Xalçanın ara sahəsində 24 xana var və bunların içərisində çiçəklər var, lotus çiçəkləridir. Xalça müxtəlif yundan hazırlanıb, bunun üzərindəki ərişi də, arğacı da, xovu da, hamısı da yundu. Bu türk ilməsi, yəni gördes deyilən simmetrik ilmə üsulu ilə toxunub. Yəni onun yaranma tarixi miladdan öncə 5-ci əsrdir. Yəni əgər təsəvvür etsək ki, biz miladdan öncə 5-ci əsrdə belə bir kamil xalça toxunub və o deməli artıq buradakı naxışlar hamısı ölçü baxımından, rəng baxımından, öz deməli məzmunu baxımından hamısı ardıcıllıqla çox tam şəkildə xalça üzərində yerləşdirilib, heç bir qüsuru yoxdur. Onda biz təsəvvür eləməliyik ki, bundan qabaq olan dövrlərdə toxuma nümunələri hansı əsrə aiddir? Yəni daha qədim, ən ibtidaisi, ondan daha öncəsi hansı əsrə aiddir? Xalça hər bir evin yaraşığıdır. Rahatlıq və istiliyin dolaşdığı mühitin əsas vurğusu xalçalardır. Forma və ölçüsündən, rəng və toxunuşundan asılı olaraq hər bir məkana gözəllik bəxş edən xalçalar təkrarsız ifadənin özüdür desək, yanılmarıq. Mən Uşaq Muzeyi şöbəsinin şöbə müdiriyəm. Artıq 12-ci ildir ki, burada işləyirəm. Bu illər ərzində bütün xalçalarda olan ornamentlərin bir çoxunu biz onlara təbliğat kimi, yəni suvenir xalçalar eləmişik.
hansı ki quş elementi, dəvə elementi, gül elementləri, yəni onlardan istifadə edərək onlara suvenir xalça belə bir ustad dərs düzəltmişik ki, uşaqlar onu düzəltməklə evə aparırlar və onlar həmin informasiyanı özləri ilə evə daşıyırlar. Yəni məqsəd onlara onu təbliğ eləmək, həmin ornamentləri onlara göstərmək və informasiya verməkdir. Marionet teatrı bizdə fəaliyyət göstərir. Tık-Tık xanımın nağılı, Şəngülüm Şüngülüm, Məlik Məmmədin nağılı və Uçan xalça. Bu marionet teatrlarının kuklalarını mən düzəltmişəm. Günümüzdə xalça rəssamlığı dekorativ tətbiqi sənət növü kimi bir çox rəssamların yaradıcılığının tərkib hissəsi, ilham mənbəyidir. Dizayn, ornament və rəng çalarlarının hər bir rəssamın fərdi duyumu ilə yoğrulduğu kompozisiyalar ilmələrin sənətlə birləşməsidir. Sandıq elementi ümumiyyətlə mənim üçün çox incə bir məqamdır deyərdim. Çünki sandıq elementində baxıram ki, üzərinə xalça əlavə etmək və yaxud da ki, nənələrimizin evlərində gördüyümüz yük elementi deyək, yorğandır, şeyləri əlavə etmək daha çox istilik verir. Mən uşaq olarkən düşünürdüm ki, nənəmin sandığında görən nə var? Hələ də indiyə kimi o mənə maraqlı bir sir kimi gəlir. Çünki sandıq özü indi bu yaşımda fikirləşirəm ki, hər bir nənəmizin yaşadığı həyatının arxivi adlanır və mən düşündüm ki, bu arxivi əsərimə çevirim və əsərlər vasitəsilə insanlar o istiliyi hiss etsin və desin ki, mənim nənəmin də bu xalçası və yaxud da ki, bu sandığı var idi və bu sandıqda nələr var idi? Sual altında həmişə düşünürük və xatırlayırıq. Oradan çıxan parçaların qoxusu olsun, məktubların qoxusu olsun və nənələrimizin danışdığı hekayələr olsun. Əfsus olsun ki, günümüzdə o sandıqları hal-hazırda fərqli bəzəkli dolablara çevrilib, amma eskidə sandıq üzərinə yazılardı, xoşbəxt olun və yaxud da ki, Osmanlı dövründə görürük ki, o sandıqlar xəzinə olaraq istifadə olunub, məktublar göndərilirdi, həmçində dəyərli əşyalar, silah və sursatlar. Və günümüz modernləşdiyi üçün daha çox fərqli hala çevrildi. Amma mən istərdim ki, bu sandığı öz əsərlərimdə, illüstrativ işlərimdə yaşadım və hər bir illüstrasiyamda o işləri gördükcə hər kəs öz uşaqlığına dönsün və ən azından o istiliyi hiss etsinlər. Bir zamanlar divardan asılan qədim xalçalar təəssüf ki, nəinki divarlardan, hətta döşəmədən belə yığışdırılsa da, zaman interyerin ən gözəl elementinin bu xalçalar olduğunu göstərdi. Xalça sərhədləri aşıb yenidən dəbə gəldi. Müasirliklə keçmişin qovuşduğu zaman güzgüsünə çevrildi. Xalça görüntüdür, gözəl estetik duyğuların toplandığı bir məkandır. Xalça evi isitmək üçün istifadə olunur. Xalça bir çox sənət sahələri üçün deməli maraqlı olan bir obyektdir. Xalça sarayların bəzəyi olub, xalça zadəganların hədiyyəsi olub. Xalça müharibələr, bu tarixdə bilirsiniz də böyük deməli basqınlar olub, müxtəlif müharibələr olub, soyğunçuluq, qəsbkarlıq olub və bu zaman xalça qarət edilən, xalça qənimət olub. Xalça tarixi müəyyən dövrlərində vergini əvəz edən, iqtisadi əhəmiyyət daşıyan bir əşya olub. Yəni xalça həm müqəddəsdir, həm iqtisadi cəhətdən çox qiymətlidir. Xalça həm də bizi yaşadan, bizim kimliyimizi özündə yaşadan, bizim millətimizin atributu, yəni ki, millətimizə xas olan ən dəyərli, ən önəmli məqamları özündə yaşadan, simvolların, işarələrin dili ilə yaşadan bir ali bir incəsənət nümunəsidir. Bahalı və diqqətli qulluq tələb edən yun xalçalar yüksək aşınmaya davamlı olub istiliyi daha yaxşı saxlayır. Xalçalar təbii və sintetik materiallardan hazırlanır. Maşınla toxunan xalçalar bir çox cəhətlərinə görə əl istehsalı xalçalardan heç də geri qalmır. Dünyada ən bahalı xalçalar isə əl işi, göz nuru olan xalçalardır. Gəlinciklər hazırlayarkən təbii ki, milli tariximizi, milli irsimizi əldə bayraq tutaraq, təbii ki, bizim əsas rənglərdən çıxmamaq şərti ilə onların paltarlarında, onların aksesuarlarında istifadə olunan rənglər təbii ki, xalçalardan olan rənglərdir. Bunlar sumağı, deməli, şəkəri, belə bir rənglərdir. Onları hazırlayarkən təbii ki, bu paltarlar, yəni baş örtükləri, çarıqlar, bunlar hamısı nəzərə alınır
və bunların deməli hazırlanmasında böyük bir təbii ki, əmək var, vaxt itkisi var. İnsan onları hazırlamaq üçün böyük bir vaxtı, yəni qırağa qoymalıdır ki, belə bir xırda detallı işlər görsün. Hər kukla müxtəlif bir obrazlardır. Nənə obrazı var, bəy obrazı var, cavan gəlin obrazı var, gəlin obrazı var. Bu obrazları əvvəldən seçərək, təbii ki, hər kukla bir əl işidir. Onun əvvəlcədən skeleti yəni müəyyən olunur. Hər skelet yəni hər kuklaya getmir. Deməli, məsələn, nənəni düzəltmək üçün biz ayrı bir skelet qururuq. Üzərinə onu nənənin duruşu, ona hər hansı bir işlə məşğul olmağı, yəni bunlar hamısı hansısa bir nüanslardır. Amma kuklanın əmələ gəlməsində böyük bir yəni əhəmiyyəti var. Nəbati, heyvani elementlər, kosmik motivlər, qədim dampalar Azərbaycan xalçasının sirli keçmişini Qobustan həqiqətlərinə bağlayır. Xalça naxışlarının əcdadı, qayaüstü təsvirlər mədəni irsimizin bəlkə də başlıca ilham qaynağıdır. Ümumiyyətlə, xalça rəngləri isti tonlarda, koloritlərdə gedir. Amma bəzi xalçalar var ki, misal üçün Anadolu xalçalarına baxsaq, kilimlərinə baxsaq, daha əlvan və gözəgəlimli rənglər var. Azərbaycan xalçalarımızda da var. Sadəcə o bizdə rəng çeşidi, koloriti çoxdur. Niyə görə? Bizdə qoyunçuluq daha çox inkişaf etdiyi üçün yaylaq, qışlaq götürsək, daha çox bitki növü və iqlim şəraitimizin əl verdiyi bizə o iqlim olduğu üçün çoxlu bitkilərdən fərqli rənglər əldə etmişik. Və o rənglərin istiliyi bizim xalçalarımızda da əks olunur. Çünki elə bir bitki növü var ki, bu şəkidə bitir və yaxud da ki, Şamaxıda bitir, Şamaxı xalçasındakı o rənglər daha çox vurğulanır. Həmçinin də xalça boyayan insanların əlindən çıxan boyalar da fərqli olur. Şamaxıdakı boya rəngləyən belə deyək, ipəyi fərqli olur, Qarabağdakı daman fərqli olur. Baxsaq, Qarabağ xalçasında elementlər daha çoxdur. Baxırıq, Şirvan xalçalarında elementlər ornamentala çevrilir. Misal üçün, Təbriz məktəbinə baxsaq, tamam fərqli bir koloritlər görərik. Və rəssama necə təsir edir bu? Günümüzdə daha çox minimalizmə meyilli olduğumuz üçün cəmiyyət olaraq biz rəngi azaldırıq, elementi də avtomatik azaldırıq. Çünki rəng çoxaldıqca element də çoxalır. Amma eski devirdə bir növ deməzdim ki, rəssam yox idi. Əlbəttə ki, bu rəssamlar vasitəsilə ərsəyə gəlirdi. Amma yenə deyirəm, qadın izləri olduğu üçün fikir verir ki, qadınların zövqünə uyğun rəng elementləri üst-üstə düşür. Misal üçün, inanclarımızda da var ki, yaşıl rəng ürəyi qidalandırır. Yaşıl rənglə qırmızı rəngi birləşdirək, ürəyi, qanı artırsın misal üçün. Çünki araşdırmalarda da qeyd olunur ki, xalça üzərində, ilmə atılan xalça üzərində gəzəndə insan ayaq altından keçən rənglər və ilmə toxunuşları onun ürək çakrasına və beyin düşüncəsinə, neyronlarına təsir edir. Naxışlar bir bəzək deyil. Diqqətlə baxsaq, ulu əcdadlarımızın bugünə ötürdüyü yaddaş işarələridir. Dünyanın ən məşhur muzeylərini, şəxsi kolleksiyalarını bəzəyən bu mədəniyyət incisinin yaşı əsrlərə meydan oxuduqca heyrət və möcüzənin şöhrəti də böyüyür, genişlənir. Bizim şöbədə xalçaçılıq üzrə dərnək var və rəssamlıq dərnəyi var. Biz Xalça Muzeyinin nəzdində olan uşaq muzeyi olaraq, yəni həmişə, hər gün bu uşaqlara istəyirik ki, bu informasiyaları dağıdaq təbii ki. Xalçaçılıq deməli dərnəyimizdə onlar xovsuz xalçadan başlayaraq xovlu xalçaya qədər, yəni bildiyiniz kimi orada bir neçə xovsuz xalça var. Məsələn, palazdır, kilimdir, vərnidir, şəddədir və sonra olur xovlu xalça. Onların hamısına o kurs ərzində, bunlar hamısını toxuyurlar, hamısı haqqında informasiya alırlar və sonluqda o xovlu xalçanı toxuyurlar və bu kurs uşaqlara düzgün o yolu göstərir ki, məsələn, sadədən daha mürəkkəbə gedən bir yoldur. Bundan əlavə ornamentləri ayrıca bir dərsdir, ornamentlər üzrə. Məsələn, butanın neçə növü var, çələbi hansıdır? Yəni onu da müəllimələr başa salırlar, rəngləyirlər əvvəlcə, sonra toxuyurlar. Xalçalar çox böyük informasiyadır. Yəni bəlkə də qıraqdan sadəcə bir toxunmuş bir xalça kimi görsən, amma üzərində olan elementlər o qədər zəngindir, o qədər çoxdur ki, yəni bir xalçanı bir ayda, yəni elementlərini onu bir-bir çəksən, bir-bir danışsan, yenə də bitməyəcək.
Xalçam bəşər tarixində ipək qurdunun, baramanın dan necə ipək parça toxunursa və yaxud arılardan necə bal əmələ gəlirsə, möcüzə kimi olan üçüncü belə bir anlayışdır xalça. Yaşamda hər bir zaman mif axtarırıq, mifə köklənirik və bu insanın yaranışının ta əzəldən formalaşan bir hissəsidir. Naxış dili ilə danışan sənətin işığında bu gün rənglərin səsini xalçalardan danışdı. Rəng hər yerdədir. Onunla ünsiyyət qurmaq, həyatı sevmək deməkdir. Rənglərlə dost olun, onları sevin. Verilişimizin sonunda bizimlə əməkdaşlıq edən Farle geyim mağazasına da öz təşəkkürümüzü bildiririk. Rənglərin səsində görüşənədək.